Peyğəmbər dünyadan köçdükdən sonra xanım Zəhra salamullah əleyha haqq və ədaləti müdafiə etdi. Əmir əl-Möminin Əli ibn Əbu Talib əleyhissalamın xilafət və vilayət haqqını müdafiə edən bir şəxsiyyətdir. Xanımın Peyğəmbər məscidində söylədiyi fədək xutbəsi İslam tarixində, İslamın ictimai-siyasi tarixində söylənilmiş ən əhəmiyyətli və ən böyük məzmuna malik olan bir xutbədir. Ki, araşdırılmağa dəyər bir xutbədir ki, alimlərimiz də bunu araşdırıblar. Cildlərlə şərhlər yazılıb xanımın o xutbəsinə. Müsəlman qadının ədalət səsi idi xanım Zəhra salamullah əleyha. Xanım Zəhra salamullah əleyhanın həyatında ailə dəyərləri üstünlük təşkil edir. Ailə dəyərlərinə böyük önəm verilir. Nümunəvi bir həyat yoldaşıdır. Əmir əl-Möminin Əli ibn Əbu Talib əleyhissalamla həyatın hər sahəsində birgədir, ona dəstəkdir, onunla birgədir. Həzrət Rasulullah sallallahu aleyhi və səlləm xanım Zəhra ilə Əli əleyhissalamı evləndirdikdə bir neçə tövsiyə etmişdi. Bir tövsiyəsi bu idi ki, qızım evin içi sənindir, çölü Əlinindir. Ki, Əli gedəcək, işləyəcək, əziyyət çəkəcək, zəhmət çəkəcək, qazanacaq, evi təmin eləyəcək, evdəki rahatlığı sən yaradacaqsan. Digər bir tövsiyəsi hər ikisinə olan tövsiyədir ki, Əli əleyhissalama üzünü tutub dedi ki, ya Əli, ən gözəl həyat yoldaşı Fatimədir. Sonra xanım Zəhra salamullah əleyhaya üzünü tutub dedi ki, ya Fatimə, ən gözəl ər həyat yoldaşı Əli idi. Xanım Zəhra nümunəvi bir həyat yoldaşıdır. Nümunəvi bir anadır. İmam Həsən və İmam Hüseyin əleyhissalam və kiçik Zəhra olan xanım Zeynəb kimi bir övlad dünyaya gətirib və təlim tərbiyə edib. İmam Həsən əleyhissalam illər sonra anasını xatırlayır. Burada çox incə bir məqam var. Biz valideynlər buna gərək diqqət eləyək ki, atalar, ey analar. Övladlarımız illər sonra bizi xatırlayacaqlar. Onların xatirələrində nə cür qalmışıq, nə cür qalırıq. Qaba birisi, kobud birisi, qohum-əqrəbası ilə əlaqəsini kəsən, qonşularla dava-dalaş içində olan, ər-arvad münasibətlərində biri-birinin zid gedən, biri-birinə əziyyət verən bu cür insanlar kimi qalırıq, yoxsa nümunəvi insanlar kimi qalırıq. İmam Həsən əleyhissalam illər sonra xanım Zəhra salamullah əleyha barəsində danışanda deyir ki, anam deyir, ibadət edirdi, namaz qılırdı. Namazın sonra başladı deyir dua etməyə, bir-bir möminlərə dua etdi, amma özünə dua etmədi. Ki sonda deyir, mən dedim ki, ana heç özünü xatırlamırsan dualarında, heç özünə dua etmirsən ki, oğlum Həsən, əvvəl qonşu, sonra ev. Əta, bəxş etmək, insanlara yardım etmək, insanlara paylaşmaq, hətta dualarında belə insanları, ətrafı özündən üstün tutmaq. Xanım Zəhra salamullah əleyhanın ailə həyatı İslamda olan ailə nümunəsidir, ailə modelidir.